aşkım. Dinən sözünü canım, mən bir dənə görüm nə deyirsən də sən. Bax aşkım, bizim dinimizdə də belə bir qayda qanun var ki, əgər birinci həyat yoldaşı halallıq verirsə, icazə verməmiş yox ha, o haramdır. İcazə verirsə, halallıq verirsə, bir kişinin ikinci həyat yoldaşı, yəni 4-ə qədər həyat yoldaşı ola bilər də, sən özün öyrətmişdin bunu. Dedim ki, əgər həyat yoldaşları İcazə verirsə, bir də ola bilər. O birisi ikinci alırsa, ikinci həyat yoldaşı icazə versə 3 də ola bilər. Üçüncü icazə versə 4 də ola bilər. bilər. Yəni 4 dənə həyat yoldaşı ola bilər. Düzdür. Demişəm. Yəni mən Demişəm, demirəm bunu. Bunu şəriət deyir. Hə də dinimizdə var da, İndi inancımızda. ərəblərdə Hə. zət, Sən kimdən nə əskiyin var ki? Sənin ərəblərdən nə əskiyin var, ya başqa kişilərdən nə əskiyin var ki, mən başa düşmədim. Əskiyin var, ya başqa kişilərdən nə əskiyin var ki, mən başa düşmədim. Sənin nə əskiyin ola bilər ki? Mən icazə verəndən sonra sən kim qatışa bilər ki? Səhv deyirəm, bəlkə səhv deyirəm. Əsas adamın ailəsidir. Düzdür, ayso. Yəni uzun sözün qısası aşkım. İndi təsəvvür elə, prosta deyirəm ki, yəni təsəvvür elə, mən səhər yeməyini durmuşam, hazırlayıram. Rəşxəndə günorta yeməyini hazırlayır. Bir dəfə mənlə gəzməyə çıxsan, bir dəfə Rəxşəndə ilə gəzməyə çıxsan, bir dəfə misal üçün hardasa otururuq, aparsan bizi restorana, bir bölündə Rəşxəndə, bir bölündə mən oturmuşam. İndi təsəvvürlə 3 dənə qız uşağımız var. İndi bir 3 dənə də qız uşağımız olar bəlkə. Bir 2 dənə bala məndən, 3 dənə bala ondan. Düşün aşkım, evdə 10 dənə, 12 dənə uşaq. Arzuna çatdın, uşağıma. Bağça, özü təzə evə köçürük aşkım. Uşaqların hərəsini 2-2 otaqları bölərik. Həqiqətən ev böyüdür. Böyüdür, təsəvvür elə. Evimiz bağçaya dönərək, ayda ölmürəm uşaqlardan ötürü. Çox xoş. İndi mən 2 dənədən 3 dənədən artıq övlad yəni verə bilmərəm də sən. İndi 3 dənə mən verərəm. İndi mən başa düşmədim. Rəxşəndə nə etmək istəyirsən? İndi aşkım, mən halallığımı verirəm. Necə halallığını? Aşkım, yazıq deyə. Elə bir peyğəmbərlərin həyatını yaşayır. Görsən, yaşadığın həyat ümumiyyətcə hekayəsindən dön bax. Yaşadığın acılar, uşaqlıqdan bu yana çəkdiyin o dərdlər, 10-12 yaşında düşüb küçədə qatıq süd satmağın, əziyyətli böyüməyin, Allahın sevimli qulları belə həyat tərzi yaşayır da həyatım. İndi sənin nə əksiyin var ki? Mən halallığımı verirəm, o qıza o qədər ürəyim, Qurana and olsun, Allaha and olsun. O qədər ürəyim ağrıyır o qıza, şəhərlər, o mənim üçün yeri ayrı deyə, o da anasız, atasız qızdır. Yəni, o belə dedi, mən bilsən də, mən bölüşməyi sevən insanam, mən paylaşmağı, əlimdəki